İnsanın 35 yaşın var. Hiç yadımdan çıkmaz. Heydər Əliyevlə biz bir mecliste oturmuştuk. Söhbət zamanı Heydər Əliyevin çok büyük zevki var. Ve o elə bilmir ki, bir sahəni gözəl bilir. O bütün sahələri gözəl bilir. Ona göre mən danışıram ki, mən bu incə sənətdə olan müddətdə və bütün ölkələri gəzə-gəzə, oynaya-oynaya, düzdür, məqalələr, təbriklər, rəqsimin barəsində danışanlar çox oldu. Amma Heydər Əliyevin sözü məndən ötəri bir yenilik oldu və gözləmədən oldu. Dedi, ay qız, o mənə həmişə ay qız deyir, onun o sözünə mən qurbanam. Dedi, ay qız, yadındadır Naxçıvanda sən Naxçıvanın tədbirində, yubileyində oynadın. Deyir, bəli, Gələcəkəşi yadındadır, yubiley olar, mən oynayayım, yadımda olmasın. Yadındadır mı dedi, üzün örpəklə gəldin, üzün örtülü gəldin, yanında da sağdışın, soldışın var idi. Örpəyi açdılar, sən nə gözləyirdin? Dedim, o günləri yadıma salmayı yaman pərtəm. Dedi, niyə? Dedim, üzümü mən örtmüşdüm ki, cəmaata bir sürpriz eləyim. Üzümü açanda birdən desinlər ki, Əminə Dilbazıdır. Gördüm heç, nə Əminə Dilbazı, nə zat, nə alqışlar, heç bir şey olmadı. Yaman pərt oldum. Sonra oyunu üzüm cəmaatı idi, alqışlar yox idi. Döndüm, əllərim qalxdı yuxarıya. Əllərim yuxarıya qalxanda birdən zalda alqışlar getdi. Heydər Əliyev mənə deyir ki, ay Əminə, sən indi də bilmədin niyə sənə çaldılar, dilim gedərək, vallahi bilmirəm. İndiyə qədər də o Naxçıvan mənim yadımdan çıxmır, amma bilmədim. Dedi, ay qız, bir fikir verin. Mən dünyanı gəzmişəm, bütün festivalların laureatı olmuşam. Sarayda, Parisdə, Moskvada da yer qalmayıb mən oynamamış. Amma xoreografların adından, bilənlərin adından mən bu sözü eşitməmişdim. Dedi, ay qız, sana bizə niyə Naxçıvanda çaldılar? Dedim, niyə gedər? Siz Allah deyin. Belə elədi. Əllərimi göstərdi, barmaqlarımı gen başa düşmədi. Dedi ki, bu əllər, bu rəqqasə əlləri yeganə Əminə Dilbazıdadır. Ona görə cəmaat alqış elədi, sizi əlimizlə tanıdı. İndi siz fikir verirsinizmi? Heydər Əliyev üçün diqqətinə, nəzərinə, əllərim, deyirəm da, dünyanı gəzmişəm, hələ əllərimdən danışan olmuyor. Heydər Əliyev dedi ki, sənin əlin yeganə əllərdir. Biz sizlə fəxr edirik. Bütün incə sənət, indi mən incə sənət işçisi olduğuma görə, birinci incə sənət bütün aləmin adından, bütün bizim zəhmətkeş rəqqaslarımın adından, siz bilirsiniz ki, rəqqaslıq çox çətin sənətdir, ömrü də az sənətdir. 16 yaşında gəlirsən, 36 yaşında pensionersən. Ona görə sizin bir arzum var ki, rəqqaslara, o bizim devlət rəqs ansamblına diqqətinizi bir qədər də artırasınız. Çünki bizim ömrümüz azdır. Başqa sənət belədir ki, qodaldıqca, samballaşdıqca daha da müdrik olur. Biz isə yazıqcanız 16 yaşında gəlirik, hökumət bizə 20 ildən sonra pensiya verir. Bilir ki, sənətin ağırlığı çoxdur. İnsanın 35 yaşın var. Heydər Əliyev, bütün Azərbaycan xalqının adından mənim ona ixtiyarım çatır. Çünki yaşım da, sənətim də, sizin deyilsin neçə yaşım var. Amma yaş öz sözünü deyir. İxtiyarım var mən ana kimi, nənə kimi, bacı kimi, xala kimi, bütün xalqimin adından sizə bütün xalqimin məhəbbətini çatdırım. Bu yaxında mən kadınlarla görüşdüm, bir 200 kadınlarla. Onlar məndən çox xahiş edədilər ki, onların da məhəbbətini mən sizə çatdırım. Və bütün Azərbaycan xalqının adından sizə can sağlığı, uzun ömür, siz Allah özünüzü qoruyuz. Qoruyuz Azərbaycan üçün.
Qoruyuz xalqımız üçün. Qoruyuz torpağımız üçün. Arzumuz budur. Sen güzel, sen